Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda ağır yol qəzası baş verib. Murad Müslümoğlu Abbaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamiloğlu Əliyev hadisə yerində ölüb. Məlum olub ki, hadisə piyada keçidinin üzərində baş verib. Qəzanı törədən sürücü hadisədən sonra göz yaşlarını saxlaya bilməyib. Faktla bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsində 263.2 maddə ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.